Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Bu videoda sizə trigonometrik funksiyalar mövzusunun izahını verməyə çalışacağım. Radian anlayışı. Radian rad kimi yazılır. Bir radian təqribən 57 dərəcəyə bərabərdir. Pi radian isə 180 dərəcəyə bərabərdir. Pi'nin qiyməti 3,14'dür. Onun qiymətini, dəqiq qiyməti deyil də, bunun hələ davamı var. 57 dərəcəyə vuranda 179'a yaxın bir şey alınır. O da 180 dərəcə götürüblər. Yəni pi radian bildiyiniz 3,14'ü 57'yə vurmaqla alınıbdır. Yəni qabağınıza sinus 3 çıxsa, bilməyin ki, bunun üstündə dərəcə düşməyibdir. Elə düşünməyin. Sinus 3 radian deməkdir. 3 vuracaqsınız 57'yə, eləyəcəkdir 171 dərəcə. Yəni sinus 3 radian, sinus 171 dərəcə deməkdir. Bu formada yazmaqla onun hansı rübə düşdüyünü və işarəsini təyin edə bilərik. 2 radian, yəni 2 vur 57, 114 dərəcədir. 2 pi bölü 9. Pi ilə verilən bütün radianları dərəcə çevirmək üçün pi'nin yerinə 180 qoyacaqsınız, ixtisar edəcəksiniz, cavab 40 dərəcə tapılacaq. 3 radian, 3 vur 57, 171 dərəcə. Aydındır. Dərəcəni radiana çevirmək üçün verilmiş dərəcəni pi bölü 180'ə vurmaq lazımdır. Yəni verilmiş dərəcəni pi bölü 180'ə vuracaq. 120 dərəcə, 120'ni vurubdur pi bölü 180'ə. 120 ilə 180'i 60'a ixtisar eləmişəm. 2 pi bölünsün 3. Mənfi 75 dərəcə. Dərəcəni radiana çevirmək üçün verilmiş dərəcəni pi bölü 180'ə vurursan. 75 ilə 180 15'ə ixtisar gedibdir. Burada 5 qalıb, burada 13 qalıbdır. Mənfi 5 pi bölünsün 12. Pi ilə verilən radianı dərəcə çevirmək üçün pi'nin yerinə 180 qoymaq lazımdır. Bu yaxda onu qeyd elədik. Yəni 3 pi bölünsün 2, 3 vur 180 bölü 2. 180'i 2'yə böldüm 90, 3 dəfə 90'ın 270. 5 pi bölü 6. Pi'nin yerinə 180 qoyanda 180 bölüm 6 elədi 30, 5 dəfə 30'un 150. Bu iki məlumat bizim üçün çox vacibdir. Trigonometrik funksiyanın birinci başlığında istifadə olunacaqdır. Vahid radiuslu çevrə o deməkdir ki, radiusunun uzunluğu 1 olan çevrə. Mərkəzi koordinat başlanğıcında və radiusu 1 olan çevrə deməkdir. Burada biz rübləri və birinci rübün, ikinci rübün dərəcələrini izah edəcəyik. Gördüyünüz kimi sadə əqrəbinin əks istiqamətində növlənibdir. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Birinci rübün bucaqları 0-90 dərəcə aralığındadır. Radianla desək 0 pi bölü 2. İkinci rübün bucaqları 90-180 aralığındadır. Radianla desək pi bölü 2 və pi. Birinci rübün bucaqları 0-90, ikinci rübün bucaqları 90-180, 90-90 artır da, üçüncü rübün bucaqları 180-270, dördüncü rübün bucaqları 370-360. Hər dəfə rüb dəyişdikcə 90 dərəcə artır. Burada 90 dərəcənin özü rüb göstərmir. 90 dərəcə sərhəd nöqtəni göstərir. Yəni 90 dərəcənin birinci rüb deyil, yəni ikinci rüb deyil. 180 dərəcə, eyni qayda ilə 180 dərəcə, 270 dərəcə burada uc nöqtələr hansısa rübü ifadə etmir. Onlar sərhəd nöqtələrdir. Məsləhət bilirəm ki, radianla da bilin, yəni birinci rübün 0,90 olduğunu, ikinci rübün pi bölü 2 pi olduğunu, üçüncü rübün pi 3 pi bölü 2 olduğunu əzbərdən də bilməniz sizin üçün faydalıdır və iş prosesini, sualları həll etmə prosesini sürətləndirir. Yəni bu aralığı təzədən dərəcəyə çevirib bu formada yazmaq sizin üçün vaxt itkisidir. Verilmiş müsbət bucaqlar müsbət oxla işarə istiqamətində, verilmiş mənfi bucaqlar mənfi oxla göstərən istiqamətdə çevrədə yazılır. Hələ ki, bu müsbət və mənfi dərəcəli bucaqlar o tip suallar var, amma onları yəni çox suallara rastlaşmamışam ki, biz bu qaydanı olaraq istifadə edək. Və yaxud da verilmiş mənfi bucağın üzərinə 360 dərəcə gəlib, müsbət bucağa çevirə bilərsiniz. Məsələn, mənfi 20 dərəcə, üzərinə 360 gəl, müsbət 340 dərəcə demək. Mənfi 120 dərəcəni çevrə üzərində göstərək. Mənfi 120 dərəcə vahid çevrə üzərində A nöqtəsinə uyğun gəlir. Əsas ölçüsü isə müsbət istiqamətə götürülür, üzərinə 360 gəlməklə 240 dərəcəyə bucaq hesab edilir. Yəni biz mənfi 120 dərəcəyə bu tərəfdən göstərəsi olsaq, elə bir ki, bura 90 dərəcə gəldik. 90'ın da bir mənfi 30 dərəcə keçməliyik də, eləmi?
düşür bura mənfi 120 dərəcə. Yəni buradan bura qədər mənfi 120 dərəcədir. Bu istiqamətə göstərsək isə, buradan bura qədər olan bucaqdır. Müsbət tərəfdən göstərəndə. Hər iki halda üçüncü rübə düşür. Sadəcə bir mənfi istiqamətə göstərmək, bir də müsbət istiqamətə göstərmək var. Müsbət istiqamətə göstərəndə isə bu 0 dərəcəli, bura 0 dərəcə deyək, 240 dərəcə alınır. Elə bir ki, üstünə 360 dərəcə gəlməklə onun hansı rübə düşdüyünü də tapmaq olar. Sinüs və kosinüs funksiyaların tərifi. Bu tərifləri mən sürətli şəkildə deyib keçəcəm. Yəni, test toplusunda 800-dən çox sual var. Trigonometrik funksiyalar, trigonometrik tənliklər, trigonometrik toplama teoremi. Onların heç birisində bu sinüs və kosinüsün tərifindən istifadə edilmir. Yəni, əslində dərinə gedəndə istifadə edilir. Sadəcə suallar elə qurulub ki, bu düsturları apar yerinə qoy, həll elə o vəziyyətdə. Qayda kitabı olduğuna görə mən bunları yazmaq məcburiyyətində olmuşam. Sinüs və kosinüs funksiyaların tərifi. Vahid radiuslu çevrədə A nöqtəsinin AMB qövsünün başlanğıc, B nöqtəsi isə həmin qövsün son nöqtəsi olsun. Buradan bura qədər AMB qövsüdür. A nöqtəsi həmin qövsün başlanğıcıdır. B nöqtəsi həmin qövsün son nöqtəsidir. AMB bu qövsüdür. Vahid radiuslu çevrə, yəni radiusunun uzunluğu 1 olan çevrədir. AMB qövsünün ölçüsünü alfa radian olsun. Yəni bu qövsün dərəcə ölçüsü alfa radian olsun. Mərkəzi bucaq, baxın, çevrənin mərkəzi O nöqtəsindədir. Çevrənin xassəsinə görə mərkəzi bucaq sökənlik qövsünün dərəcə ölçüsünə bərabər olduğuna görə bu O bucağı da alfa olacaqdır. Aydın oldu mu? Qövsün dərəcə ölçüsünə alfa desək, mərkəzi bucaq ona görə alfa olacaqdır. Onda AOB deyir alfa olacaqdır. Mərkəzi bucağın xassəsinə görə. AMB qövsünün B nöqtəsinin apsisinə alfanın kosinüsü deyilir, ordinatına həmin alfanın sinusu deyilir. B nöqtəsinin koordinatlarını mən sizə göstərim. B nöqtəsi birinci rübdə yerləşən bir nöqtədir. X-i var, Y-i var. Apsisinə kosinus deyilir. X-inə, yəni X-inə X oxu kosinus alfa adlanır. Y-inə isə sinusu deyilir. Bu hissə X oxunun qiymətidir deyə kosinus alfadır. Bu hissə Y oxunun qiymətidir deyə sinus alfadır. Hətta istərsən mən buna bir kosinus X-ə Y deyim. Bura X deyəm, bura Y deyəm. Burada düzbucaqlı, üçbucağa Pifaqor teoremi tətbiq eləsək, X kvadrat topla Y kvadratı bərabərdir. 1-in kvadratı olacaqdır. X-in yerinə kosinus qoysam, kosinus kvadrat alfa, Y-in yerinə sinus qoysam, sinus kvadrat alfa bərabərdir 1 düsturu da buradan çıxıbdır. Vahid radiuslu çevrədən çıxıbdır. Beləcə sinus və kosinüsün tərifini verir. Tangens məktəb dərsində də olduğu kimidir, bu formadadır. Tangens və kotangens funksiyaların tərifi yenə vahid radiuslu çevrədə A nöqtəsindən çəkilən toxunana tangens oxu. A nöqtəsi çevrənin üzərindədir. Bu nöqtədən çəkilən toxunana tangens oxu deyilir. C nöqtəsindən çəkilən toxunana isə kotangens oxu deyilir. Yəqin ki, C nöqtəsi düşməkdir. Burada C nöqtəsi. Çəkilən toxunana isə kotangens oxu deyilir. Yenə mərkəzi bucaq həmin qövsün dərəcə ölçüsünə alfa desək, mərkəzi bucaqda sökənlik qövsünə bərabər deyə burada alfa olacaqdır. Həmən radiusu axıra qədər uzadır. Tangens oxunu və kotangens oxunu kəsir. Kəsdiyi nöqtənin deyir ki, OB parçasının uzantısının bu oxları kəsdiyi nöqtələr T və K olsun. Göstərdiyiniz kimi bu T nöqtəsi və K nöqtəsi yuxarıda. Həmən qövsün B nöqtəsinə mərkəzdə birləşdirən düz xəttin uzantısının tangens oxunu kəsdiyi nöqtənin ordinatına alfanın tangensi deyilir. Yəni bu T nöqtəsinin koordinatları var ya, X-i, Y-i. Bunun ordinatında bu T-yə tangens oxu deyilir. K nöqtəsinin apsisinə isə kotangens oxu deyilir. Burada da onu izah eləyir. Keçək bizə üçün ən vacib olan qaydalara. Trigonometrik funksiyaların rüblərdəki işarəsi. Deməli, qrafik üzərindən də bunu demək olar. Bayaq iki tərifdən də məlum olar ki, Y oxu sinus alfa olduğuna görə sinus birinci, ikinci rüblədə müsbətdir. Bax, bu yəqin ki, Y oxu olduğunu bilirsiniz, düzdürmü? Y oxunun sağı da, solu da müsbətdir. Çünki Y-in mənfi qiymətləri aşağıdadır. Y oxu sinus oxu olduğuna görə, tərifdə də Y oxuna sinus alfa dediyinə görə sinus birinci, ikinci rüblədə müsbətdir, 3-4-də mənfidir. Bunları əzbərdən bilək.
x oxu kosinus oxu olduğuna göre bak bu ve bu qiymətlerde kosinus müsbətdir. Yəni birinci dördüncülərdə müsbətdir. O zaman 2 3'də də mənfidir. Əzbərləmək istəyənlər sadəcə müsbətləri əzbərləyin, mənfilər avtomatik yadda qalacaq. Məsələn, sinus birinci, ikincilərdə müsbətdirsə, deməli 3 4 mənfi olacaq da. Kosinus 1 4 müsbətdirsə, deməli 2 3 mənfi olacaq da. Amma niyə müsbətdir, niyə mənfidir onu da göstərdirəm ki, yəni sinus y oxu olduğuna görə y-in sağı, solu müsbətdir. Kosinus x oxu olduğuna görə x-in yuxarısı, aşağısı, yəni birinci, dördüncü müsbətdir. Tangis və kotangisin işarələri, tangis birinci, üçüncülərdə müsbətdir. 1 3'də müsbətdirsə 2 4'də mənfi olacaq, düzdürmü? Niyəsi desəniz, tangis sinus bölünsün kosinusdur. Oradan da demək olar, sinus bölünsün kosinus. Tangis alfa, sinus alfa bölünsün kosinus alfa. Yəni sinus müsbətdirsə, kosinus müsbətdirsə birinci rübdə müsbət olacaq. İkinci rübdə sinus müsbətdir, kosinus mənfidir, böləndə mənfi qalacaq. O formada işarələri təyin eləmək olar, amma yenə də deyirəm, bunlar bizim trigonometrik çevirmələrdə dəfələrlə qabağımıza çıxacaqdır deyə həm tangis, həm kotangis, həm sinus, həm kosinus əzbərdən bilmək məcburiyyətindəyik. Birinci, üçüncü rüblərdə müsbətdir, 2 4 mənfidir. Belə bir nümunə var, işarələri təyin edin. Sinus 185 dərəcə. 185 dərəcə deməli 180'dan sonradır deyə 3-cü rübdür. Sinus 3-cü rübdə mənfidir. İşarəsi qabağına yazıram. Normalda kiçikdir 0 yazmalıyam. Özüm bilərəkdən işarəsini yazıram. 95 dərəcə. 90 dərəcəyə qədər birinci rübdür. Deməli 95 dərəcə ikinci rübdür. Kosinus ikinci rübdə mənfidir. Tangis 300 dərəcə. Deməli 270'i keçib də. 270'i bu dördüncü rübdür. Tangis dördüncü rübdə mənfidir. Sinus 2. Bu 2 dərəcə demək deyil. Üstündə yoxsa dərəcə yazardı. 2'ni vuracam 57'ye. Eləyəcəkdir 114 dərəcə. Sinus 114 dərəcə. İkinci rübdür, müsbətdir. Kosinus 4. 4'ü vuracam. 4'ü vuracam 57'ye. 228 dərəcə. 228 dərəcə deməli 270'e yaxındır. Üçüncü rübdür. Üçüncü rübdə kosinus mənfidir. Tangis 3. Tangis 3'ü vuracam 57'ye 171 dərəcə. 171 dərəcə ikinci rübdür. Tangis ikinci rübdə mənfidir. Yəni bu formada istənilən trigonometrik funksiyanın bucağını versin. Biz onun qiymətini bilmək məcburiyyətində deyilik. İşarəsini təyin edə bilərik. Düzbucaqlı üçbucaqda ən çox vacib olan qaydalardan biriləri də budur. Düzbucaqlı üçbucaqda sinus, kosinus, tangis, kotangis. Əslində 8-ci sinifdə bunu keçmisiniz. Sinus alfa qarşıdakı katetin hipotenuza bərabər, nisbətinə bərabərdir. Alfa bucağı budur. Sinus alfa, alfanın qarşısındakı katetin, qarşı katetdən də alfanın qarşısındakı katetin hipotenuza nisbətidir. Bitişik kat, kosinus alfa bitişik katetin hipotenuza, yəni bu alfa bucağına bitişikdir. Bu katet alfa bucağına bitişikdir. Ona görə deyirlər bitişik katetin hipotenuza nisbəti. Tangis alfa qarşı katetin bitişik kateti, yəni qarşıdakı katetin A-nın bitişik katet B-yə nisbəti. Kotangis alfa həmişə tangisin tərsidir, yəni bitişik katetin qarşıdakı katetin nisbətinə. Bunların hamısını əzbərdən bilmək məcburiyyətindəsiniz. Suallar, örnəklər işləyəcəyik. Və trigonometrik cədvəl. Trigonometrik cədvəli məsləhət görürəm ki, ekran şəkli çəkin, telefonunuzun ana ekranına qoyun ki, hər gün rastlaşasınız, dərəcələri əzbərləyəsiniz. Bu bizə lazım olan qiymətlərdir. 0-dan 360'a qədər qiymətləri əzbərləyəcəyik. Mən bunu sinus üçün deyib keçirəm. Sinus 0'da 0'dır. 30 dərəcədə 2'də 1'dir. 45 dərəcədə kök 2 bölü 2'dir. 60 dərəcədə kök 3 bölü 2'dir. 90 dərəcədə 1'dir. Sinus sadəcə 90'da 1 alır. 0'dan 360'a qədər bir dəfə sinus 1 alır. Ən böyük qiymətini 90 dərəcədə alır. 180'də 0'dır. 270'də mənfi 1'dir. Sinus mənfi 1 qiymətini bir dəfə alır. O da ancaq və ancaq 270'də. 0'dan 360'ın arasından söhbət gedir. 0'da 0'dır. Fikir versəniz sinus 3 dəfə 0 aldı. 0'da, 180'da, 360'da. Kosinus üçün də bunlar eyni şey oxub getmək istəmirəm. Yəni eyni qayda ilə davam edəcək. Bunları əzbərləyin. Bunları bir çox üsullarla yadda saxlayanlar var. Yəni sadəcə
sırf birinci trigonometrik funksiyanın sırf birinci başlığı bu cədvələ aiddir. Yəni cədvəli bilsən yerinə qoyacaqsın. Məsləhət görürəm ki, bu 30 dərəcə pi bölü 6-dır, 45 dərəcə pi bölü 4-dür. Bunları da əzbərdən bilin ki, qabağına misal üçün sinus pi bölü 4 çıxanda bir dəqiqə gözləyin, mən 180-i 4-ə bölüm, görüm neçə qalır? 45. Sonra gətirim sinusun pi bölü 4-ün yerinə 45 qoyun, sonra cədvəldəki qiymətini yerinə qoyun. Yəni belə eləmək məsləhət görmürəm. Yəni 45 dərəcənin pi bölü 4 olduğunu əzbərinizdə olsun. 60-ın pi bölü 3 olduğu, 90-ın pi bölü 3 olduğu əzbərinizdə olsun. Desəniz hardan çıxdı? Məlum məsələdir. İstənilən dərəcəni radyana çevirmək üçün pi bölü 100-sinə vurduq, xatırlayırsınızsa. 60 dərəcəni radyana çevirmək üçün nə edirdim? 60-ı vururdum pi bölü 180-ə. O da ixtisar gedirdi, pi bölü 3 qalırdı. Sadəcə biz bunu bir çox hallarda istifadə edəcəyik deyə əzbərdən bilməyimizi istəyərdim. 180 pi'dir, 270, 3 dənə pi bölü 2, yəni 3 dənə 90, 3 dənə pi bölü 2, 360 da 2 dənə pi'dir, 2 dənə 180 deməkdir. Qalan bütün trigonometrik cədvəli əzbərləməyinizi məsləhət görürəm. Sinus bir dəfə -1 alır, 270-də, kosinus bir dəfə -1 alır, 180-də. Qabağına çıxma qoyduqlarım təyin olunmayıbdır. Yəni tangesin, tutaq ki, tangens 90 dərəcə niyə təyin olunmayıbdır? Tangens 90 dərəcə açsaq, sinus 90 dərəcə bölünsün kosinus 90 dərəcədir. Sinus 90 dərəcənin qiymətinə baxın 1-dir, kosinus 90 dərəcənin qiyməti 0-dır. Biz hələ ki 1-i 0-a bölə bilmirik deyə təyin olunmayıb. Ona görə təyin olmayanların qabağına belə çıxma qoymuşam ki, təyin olunmayıb. İstənilən tangensin qiymətini yadınızdan çıxarsa, sinusun qiymətini kosinusun qiymətinə bölməklə tapa bilərsiniz. İstənilən kotangesin qiyməti yaddan çıxarsa, kosinusun qiymətini sinus qiymətinə bölə bilərsiniz. Tutaq ki, kotanges 30 dərəcə yadından çıxdı. Tamam deyəm, kotanges 30-u tangens 30-dan qarışdırmışam. Yazacağım kotanges 30, kosinus 30 bölünsün sinus 30-dur. Kosinus 30 dərəcənin qiyməti kök 3 bölünsün 2, sinus 30 dərəcənin qiyməti 2-də 1. Tərsinə çevirəndəkilər ixtisar edəcəkdir, kök 3 qalacaq. Tangesdən kotangesi belə vəziyyətdən çıxmaq olar, amma məsləhət görürəm ki, hamısını əzbərdən öyrənin. Keçək indi birinci başlıqda trigonometrik funksiyalar mövzusunun birinci başlığına aid suallara baxaq. Test toplusunda birinci başlığa aid bu tip suallar var. Yəni bu 10 dənə sualı həll etmə bacarığına malik olsanız, birinci başlıqdan səhviniz çıxmamalıdır. Birinci sualımız sırf əzbərdir. Cədvələ yerinə qoyub hesablayacağıq. 5 vurulsun kosinus 270 0-dır. 2 vurulsun sinus 270 -1'dir. 3 vurulsun kotanges 45 1'dir. 5'i 0'a vuranda 0, -2'ni -1'e vuranda müsbət 2, bu da 3. Cavab da elədi 5. Sinus kvadratı pi bölü 6. İkinci sualı həll edirəm. Yəni sinus pi bölü 6 nədirsə, o qiymətin kvadratıdır. Sinus pi bölü 6 30 dərəcə deməkdir. Sinus 30 dərəcədə 2'də 1 deməkdir. Bu isə 2'də 1'in kvadratıdır. Üstə gələk. Kosinus kvadratı 60. 60 2'də 1 deməkdir. Bu da 2'də 1'in kvadratıdır. Sonra sinus pi bölü 4 kök 2 bölü 2'dir. Kök 2 bölü 2'in kvadratıdır. Yəni sinus kvadratı qiymətinin kvadratıdır da. Qiymətini cədvəldən bilməniz lazım. Tangens pi bölü 3 60'dır. Tangens 60 da kök 3'dür. Kök 3'ün kvadratı. 2'də 1'in kvadratı 4'də 1. Bu da 4'də 1. Kök 2 bölü 2'nin kvadratı 4'də 2. Bu da elədi 3. Bu 3'ü cəmləyəndə 4'də 4 eləyir mi? Yəni 1 eləyir mi? O da cavab elədi 4. Üçüncü sualımızı həll edirəm. X'in yerinə 60 qoyub hesab. Yəni belə bir məlumat veribdir. X'i də bizə veribdir. Yəni X'in yerinə 60 qoy. Pi bölü 3 60 deməkdir də. 2 tangens 60 vur sinus 60 üstə gələk m bərabərdir 0-dan m tapıb. Təlini yəni həll edin. 2 vuraq tangens 60'ın qiyməti kök 3'dür. Sinus 60'ın qiyməti kök 3 bölü 2'dir. Üstə gələk m bərabərdir 0. Deməli kök 3 kök 3'ə vurulanda bu 2'lər gedər. Kök 3 kök 3'ə vurulanda 3 eləyər. Kök altında 9 yəni 3 eləyər. Buradan m tapmaq üçün 3'ü sağ tərəfə keçirməliyəm. O da -3. Dördüncü sualı həll etməyə çalışıram. Sinus 100'dür. Bunun qiyməti məlum deyil, amma işarəsini təyin edə bilərəm. Sinus 100 dərəcə ikinci rübdür. Qiyməti işarəsi müsbətdir. Kosinus 130 dərəcə ikinci rübdür. Yəni rüblərdəki trigonometrik funksiyaların 4'ün də işarəsini əzbərdən bilməlisiniz. Kosinus ikinci rübdən mənfidir.
Tangens 40 dərəcə birinci rübdə hamısı müsbət. İşarəsini tapdıq. Xatırlayırsınızsa kvadratla kök gedəndə modulda saxlayırdıq. Modulda b minus a, üstə gələk modulda a plus c, üstə gələk modulda b çıx c. Bundan sonrası 8-ci sinif bilgiyə əsaslanır. 8-ci sinifdə modul mövzusunda keçmişik. Moduldan bir ifadəni moduldan çıxartmaq üçün gərək onun işarəsini biləsən. Müsbətdirsə olduğu kimi çıxacaqdır. Modulun içindəki ifadə mənfidirsə əksi çıxacaqdır. B, baxın, B mənfi ədəddir. A müsbət ədəddir. B çıx A əlbəttə ki, mənfi olacaqdır. Mənfi ədəddən müsbət ədəd çıxırsan da, kiçikdən böyüyü çıxırsan da, mənfi olacaqdır. Bunların hamısının işarəsini təyin edək. A ilə C. A da müsbətdir, C də müsbətdir. A ilə C-nin cəmi də əlbəttə müsbət olacaqdır. B çıx C. Baxın, B mənfidir, C müsbətdir. Mənfi ədəddən müsbət ədəd çıxır. Yəni, kiçikdən böyüyü çıxır. Deməli, əlbəttə ki, mənfi olacaqdır B-dən C-nin çıxanda. Söhbəti nə idi? Mənfidirsə əksini çıxart. Yəni, bu ifadə mənfi olduğuna görə B çıx A-nın moduldan əksini çıxart. Yəni, A minus B kimi. Üstə gələk. A plus C müsbətdir olduğu kimi çıxır. A topla C. Çıxma. Bunu niyə mütəzə çıxardıram? Qabağında mənfi var. B çıx C mənfidir. Əksi çıxacaq C minus B. Bu qabaqdakı mənfi bir dəfə də vurub işarəni dəyişəcək. Olacaq çıx C topla B. Mənfi vurulur içərik. C-ni mənfi elədi, B-ni müsbət elədi. Və bu zaman B-lərin, yox, B-lər getmir. Bu zaman C-lərin getdiyini gördünüz. B-lər də gedilmiş. B-lərin də getdiyini gördük. Qaldı cavabımız A topla A, yəni 2A. İfadəni sadələşdirin. Bu ifadənin cavabı 2A-dır. Eyni sual topluluqda var. Kvadrat A16 kongruent kvadrata bölünmüşdür. Baxın, şagirdlər 4 dənə dama burada, 4 dənə dama burada. 16 kvadrat kongruentə bölünmüşdürsə, deməli, hər birinin tərəfinə bir dama düşür, da eləmi? Çünki hər birinin daması 1 olanda və n-in uzunluğa vuranda yenə 16 eləyir. Deməli, hər bir kvadratın tərəfi 1-dir. Bu aydındır. İndi buradakı düzbucağı, üçbucağa diqqətlə baxaq şagirdlər. Buradakı düzbucaqlı üçbucaqdır, gördüyünüz kimi. Bunun tərəfi 3 dənə damadır, bunun tərəfi 2 dənə damadır. Sonra bir dənə bu sağdakı düzbucaqlı üçbucağa baxaq. Bu sağdakı düzbucaqlı üçbucağın burası 4 damadır, burası 2 damadır. Damaları saya bilərsiniz. İndi alfa bucağa baxın. Elə bilərsiniz, bu üçbucağa baxmaq lazımdır şagirdlər. Xeyr. Axı bu üçbucağın tərəfinin bura qədər məlum deyil. Bu həndəsənin əsas anlayışlarını xatırlayırsınızsa, uyğun bucaqlar bərabərdir. Xassəsinə görə bu alfa ilə bu alfa uyğun bucaqlardır. Səbəbi bu düz xətlə bu düz xəttin paralel olmağıdır. Aydındır. Paralel olduğuna görə uyğun bucaqlar bərabərdir. Yəni bu alfanı gətirdik bura. Və bu düz xətlə bu düz xət paralel olduğuna görə beta da buradır. Çarpaz bucaqlar bərabər qaydasına görə beta da buradır. Xatırlayırsınızsa, bu bucaqla, yox, bu bucaqla bu bucaq çarpaz bucaqlardır. Aydındır. Çarpaz bucaqlar bərabərdir. Beta da gəldi bu tərəfə. İndi bu böyük düzbucaqlı üçbucağa, bu böyük düzbucaqlı üçbucağa tətbiq edirəm. Bizdən soruşduğu sual. Bir də bu böyük düzbucaqlı üçbucağa. Məndən nə soruşur? Kotangens alfa sinus betanın hasili. Kotangens alfa dediyinə görə alfa olan üçbucağın kotangesi. Bayaq keçmişdə düzbucaqlı üçbucağın tangesi, sinusu, kosinüsü, kotangesi. Kotangens alfa bitişik katetin qarşıdakı katetinə nisbətidir. Yəni alfaya bitişik katetin qarşıdakı katetə nisbət. Yəni 2-nin 3-ə. Sinus beta nəyə bərabərdir bəs? Beta olan üçbucağa baxacaq bu dəfə. Sinus qaydası belə idi. Qarşıdakı katetin hipotenuza nisbəti. Onda bu hipotenuzu tapmalıyıq. Pifaqor teoreminə görə 2-nin kvadratı topla 4-ün kvadratı bərabərdir 16. 4, 20. Kök altında 20-dən də 2 kökdə 5. Yəni, bax, bu 2 kökdə 5-dir. Yəqin pifaqor teoremi bilərsiniz. Sinus beta nəyə bərabər oldu? Qarşıdakı katetin hipotenuza nisbəti. 4-ün 2 kökdə 5-ə nisbəti. Bu da ixtisar edər. 4-dən 2 ixtisar edər. 2 böl kökdə 5 qalır. Məndən bunların hasili soruşur. Yəni, gətirib yerinə qoysaq, kotangens alfa 2 böl 3 vuraq. Sinus beta 2 böl kök 5. Məxrəc-məxrəcə sürətə vurulacaq.
4 bölünsün 3 kökdə 5. Bunda sürətlə məxrəcin kökdə 5-ə vura bilər. Sürəti kökdə 5-ə vursam 4 kökdə 5. Məxrəci kökdə 5-ə vursam 3 vur 5 eləyəcək, o da 15. 4 kökdə 5 bölünsün 15 cavab olacaqdır. Davam edirik. 6-cı sualımız. Tangis alfa 3 olarsa ifadənin qiymətini tapın. Bunun bir çox yolu var. Ən çox istifadə olunmuş yol budur ki, trigonometrik funksiyalardan biri verilsə, qalan hamısını düzbucaqlı üçbucaq metodu ilə tapmaq olar. Qalan hamısını düzbucaqlı üçbucaq metodu ilə tapmaq olar. Aydındır. Tangis alfa mənə nə verilibdir? 3 verilibdir. 3-ün nisbət kimi yazıram? 3-ün 1-ə nisbət. Düzbucaqlı üçbucaq çəkdim. Deməli, alfanı bura qoysam, tangis alfa qarşıdakı katetin bitişik kateti. Yəni 3-ün 1-ə nisbət. Pifaqor teoremindən yəqin buranı tapmağa bilərsiniz. Pifaqor teoremi. Mənə lazımdır sinüslə kosinüs. Sinüs alfa bərabərdir. Qarşıdakı katetin hipotenuza nisbəti. Alfanın qarşısında hansı katet dayanıb? 3-ün hipotenuza nisbəti. Bunlar hansı qaydadır? Kosinüs alfa bərabərdir. Alfaya bitişik katetin. Alfaya hansı katet bitişik? 1-in hipotenuza nisbəti. Aparıb yerinə qoyuram sualda. 5 vurulsun sinüs kvadratı. Bu ifadənin kvadratı. Yəni 10'da 9. Topla 1/5. 4 çıxılsın 10 vuraq kosinüs kvadratı. Bu ifadənin kvadratı. Onun kvadratı nə eləyər? 10'da 1 eləyər. 10'dan 10 gedər. 4 çıx 1 qalar mı? Burada 5'den 10 gedər. 9/2. 4/5 topla 1/5. Yəni sürət 6, məxrəc 3 elədi. 6'ını da 3'ə böləndə 2. Bir dənə trigonometri funksiya sizə verilsə, qalan hamısını üçbucaq metodundan tapmaq olar. Gördüyünüz kimi sinüsü, kosinüsü üçbucaq metodundan tapdıq. Kotangis alfa bir dənə trigonometri funksiya bizə verilibsə, qalan hamısını üçbucaq metodundan tapmaq olar. Deməli, kotangis alfa 1'in 4'ə nisbətidir. Düzbucaqlı üçbucaq çəkirəm. Kotangis alfa bitişiyin qarşıya nisbətidir. Yəni, alfanı bura qoysaq, bitişiyin qarşıya nisbəti. Deməli, alfaya bitişiyə 1 qoymalıyam, qarşıya da 4 qoymalıyam ki, 1'in 4'ə nisbəti kotangis versin. Pifaqor teoremindən buranı tapmaq olarmı? Kök altında 17, 16 topla 1. Bunu Pifaqor teoremindən tapdıq. Mənə lazım olacaq sinüs. Sinüs alfa bərabərdir. Alfanın qarşısındakı katetin hipotenuza nisbəti. Aparıb yerinə qoyaq. 26 çıxaq 17 vuraq sinüs kvadratı. Yəni tapdığım bu ifadənin kvadratı. Nə eləyər onun kvadratı? 16/17 eləyərmi? İxtisar gedər 17'lər. 26 çıx 16 qalar. Bu ifadənin qiyməti mənfidir. Mənə deyir ki, a kvadratı çıx 16 vur kosinüs 2, 2 vur 57. 114 dərəcədir. Sinüs 3 vur 57. 171 dərəcədir. Tangis 4, tangis 228 dərəcə. Yəni 4'ü vurdum 57'yə. Xatırladaq ki, 1 radian 57 dərəcədir. Bu 3'ünün ya da 4'ünün hasili mənfidir. Yəni bu 4'ün hasili kiçikdir 0'dan. Bunu bizə şərtdə veribdir və bu məlumatın A-nın işarəsini tapmalıyıq. A-nın hansı qiymətlərini tapmalıyıq. Hər birinin işarəsini altına yazıram. Kosinüs 114 ikinci rübdür, mənfidir. 171 ikinci rübdür, müsbətdir. 228 270'ə qədərdir. Üçüncü rübdür, hissədən sonra 270'ə bəli. Üçüncü rübdür, deməli nədir? Bunun işarəsi müsbətdir. Deməli bunların hasili, bax bu üçünün hasili nə eləyəcəkdir? Mənfi. Onda bu nə olmalıdır ki, a kvadratı çıx 16, bunun işarəsi nə olmalıdır ki, nəticə 0'dan kiçik olsun. Məntiqini tutdunuzmu? Nə olmalıymış? Müsbət olmalıymış ki, a kvadratı çıx 16 var. Ha. O müsbət olmalıdır ki, bu 4'ünün hasili mənfi olsun. 0'dan kiçik olsun. Deməli, a kvadratı çıx 16 böyükdür 0'dan. Aydındır. Bunu necə həll eləyirlər? Kvadrat bərabərlik metodu.
A çıx 4, A plus 4 kimi vuruqlarını ayırıq. Artıq yəqin ki, bərabərsiz keçmişik. Hər birini sıfıra bərabər eləyirib köklərini tapırıq. Bir kökümüz -4, bir kökümüz -4 olur. İntervallar üstündən həll edilir. A kvadratın qabağı müsbət olduğuna görə müsbəti bura yazıb növbəti işarələri ardıcıl düzülür. Böyükdür 0 o ifadənin mənasını göstərir ki, müsbət aralıqlar bərabərsizliyin cavabıdır. Yəni bu bərabərsizliyin cavabı mənfi sonsuzluq -4 birləşsin 4 sonsuzluqdur. Böyle gördüğünüz kimi ala biləcəyi qiymətləri tapdıq. -2m nöqtəsi vahid çevrə üzərində olarsa, şagirdlər vahid çevrə üzərində olarsa, Pifaqor teoremi ödəniləcəkdir və orada radius 1'dir. Baxın, vahid çevrə, bax, bu radiusun mərkəzi də bura. Radiusun uzunluğu 1 olan demək, nöqtə demək, çevrə deməkdir. Bu nöqtənin üzərindədirsə, bax, o -2'də m nöqtəsi, bunun üzərindədir. Hətta ki, bunu çəkək ikinci rübdən. -2'də 1 ilə başlayıb. Tutaq ki, ikinci rübdən çəkək. Tutaq ki, nöqtə bu tərəfdədir. Vahid radiuslu çevrə, radiusun uzunluğu 1 deməkdir. Bu nöqtənin, çevrənin üzərində olan bir nöqtənin istər-istəməz x, y varmı? X-ini -2'də 1 veribdir, y-ini soruşur. Aydın olur şagirdlər. Baxın indi, bu y oxuna paralel olduğuna görə m'in uzunluğunu göstərir. Bu da x oxuna paralel olduğuna görə, x oxunun üzərində olduğuna görə x'in uzunluğunu göstərir. Koordinatı -2'də 1'dir, amma x'in uzunluğu 2'də 1'dir. Gördüğünüz kimi m kvadratı topla 2'də 1'in kvadratı bərabərdir, 1'in kvadratı bərabərliyi ödənilməlidir. Axı, vahid radiuslu çevrə üzərindədir. Vahid çevrə radiusun uzunluğu 1 olan çevrə deməkdir. Və beləliklə biz buradan m'i tapırıq. 1'dən 4'də 1 çıxanda 4'də 3 qalar. Hər tərəfdən kök alsaq, plus minus kök 3 bölünsün 2 olacaqdır. M'in mümkün qiymətləri plus minusdur. Yəni, bu nöqtənin x'i var, y-i var və vahid çevrə üzərindədirsə, deməli, Pifaqor teoreminə görə radiusu 1 olan, hipotenuzu 1 olan və həmən nöqtələrdə katetləri ödəyən düzbucaqlı üçbucaqdır. Çevrə mövzusunu keçmişsinizsə, vektorlar mövzusunun içində var çevrə mövzusu. Ondan da eləyə bilərsiniz ki, mərkəzi koordinat başlanğıcında olan vahid çevrədə x kvadrat topla y kvadratı, x kvadrat topla y kvadratı bərabərdir, r kvadratı ödənilir. Mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi. Burada da r 1 olduğuna görə, x-lə də y-i verdiyinə görə, -2'də 1'in kvadratı topla m kvadratı bərabərdir 1'in kvadratı. Bu qayda ilə demək olar. 40 kongruent kvadrata bölünmüşdür. Düzbucaqlı 40 kongruent kvadrata bölünübdür. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6, 7, 8. Yine hər bir damaya bir dama düşür. Bu 5 dənə dama, bu da 8 dənə dama. Hasil 40 eləyəcəkmi? Şimdi biz nə etməliyik burada? Baxmalıyıq düzbucaqlı üçbucaqlara. Bu alfanın görə bildiyi düzbucaqlı üçbucaq, istifadə edə biləcəyim düzbucaqlı üçbucaq budur. Bu böyük düzbucaqlı üçbucaq, bettanın istifadə edə biləcəyim düzbucaqlı üçbucaq budur. Məsələn, niyə bunu seçə bilmərəm? Çünki bu tərəfin arasından keçdiyi məlum deyil. Belə. İndi bu xətt mən sizə göstərəcəm ki, bura alfadır. Uyğun bucaqlar bərabərdir. Səbəbi budur. Bu xəttdə paralel olduğuna görə uyğun bucaqlar bərabərdir. Xatırlayaq şagirdlər, uyğun bucaqlar bərabərdir. Həndəsə nəslianlaşları mövzusundan istifadə edirik burada. İndi eyni qayda ilə də bu xəttlər paralel olduğuna görə bura bettadır. Həndəsə nəslianlaşlarına görə. Yəni artıq bura baxmayacaqsınız. Bizə lazımdır tangens alfa ilə kotangens bettanın hasili. Tangens alfa olan üçbucağa bax. Qarşıdakı katetin 1, 2, 3, 4 bura 4 damadır. 1, 2, 3, 4, 5 bura 5 damadır. Tangens alfa qarşıdakı katetin bitişik kateti. Alfanın qarşısında 4, alfaya bitişik 5'dir.
Bize kotangesin bettası lazım. Ama betta olan bucağa bakacağıq. Burada 1, 2, 3, 4, 5. Bura 5 temadır. 1, 2, bura 2 temadır. Kotanges betta bitişiğin karşıya nisbetidir. Bettaya bitişik 2'dir. Bettanın karşısında 5'dir. Bize bunların hasilini soruşur. Yani 5'te 4 vurulsun, 5'te 2. 25'te 8'dir. Bu da 0,32 kimi variantlarda verebilir. Bu kadar birinci başlığa ait örnekler verdim. Bu 10 tane örneği həll eləsən, həll eləmək üçün əvvəlcə bu yuxarıdakı bütün qaydalara tamına hakim olmalısınız. Qaydaların üstündən sürətlə keçirəm, dərəcəni radyana çevirmək, radyana dərəcəyə çevirmək, ait radius çevrədə rubləri təyin eləmək, sonra sizə vacibdir trigonometri funksiyaların rublər üzrə işarələri, sonra düzbucaq qaydası, trigonometrik cədvəli əzbərdən bilmək. Bunları bilsəniz, bunları eləyə bilərsiniz. Əsas trigonometrik enliklər. Bu trigonometrik funksiyalar mövzusunun ikinci başlığıdır. Sinüs kvadratı alfa topla kosinüs kvadratı alfa bərabərdir 1. Bunun isbatını sinüsün kosinüsün tərəfini verəndə vermişdim. Buradan kosinüs kvadratını sağ tərəfə keçirsən, sinüs kvadratı bərabərdirmi? Kosinüs kvadratını sağ tərəfə keçir. 1 minus kosinüs kvadrat alfa. Bax, bu onun isbatıdır. Birinci həmən bu rəhlədiyim bu düsturdan kosinüs kvadratını sağ tərəfə keçir. İndi sinüs kvadratını sağ tərəfə keçirək. Kosinüs kvadratı alfa bərabərdirmi? 1 çıx sinüs kvadratı alfa. Bax, bu düsturun isbatıdır. Yəni, bunlar bundan çıxmışdır. Bizə lazım olacaqdır dəfələrlə. Tangens alfa sinüs alfa bölünsün kosinüs alfadır. Kotangens alfa onun tərsi kosinüs alfa bölünsün sinüs alfadır. İstənilən tangensin qiyməti yadınızdan çıxsa, sinüsün qiymətini kosinüs qiymətinə bölməklə tapa bilərsiniz. İstənilən tangensin yerinə sinüs bölünsün kosinüs qoya bilərsiniz. Kotangesin yerinə kosinüs bölünsün sinüs qoya bilərsiniz. Tangesi açın deyəndə sinüs bölünsün kosinüs demək istəyirəm. Kotangesi açın deyəndə kosinüs bölünsün sinüs demək istəyirəm. Tangesindən kotangesi gördüyünüz kimi qarşılıqlı tərs ədədlərdə onların hasili 1-dir. Yəni bu ifadəyə vuranda sinüslə sinüs, kosinüslə kosinüs ixtisar edəcək 1 qalacaq da, düzdürmü? Buradan tangens alfa bərabərdirmi 1 bölünsün kotanges alfaya? Tangesdən kotangesin hasili 1 deyil. Tangens alfa bərabərdir 1 böl kotanges alfa. Və yaxud da kotanges alfa bərabərdir 1 böl tangens alfa. Bunların hər birindən istifadə edəcəyik. 1 üstəyilə tangens kvadrat alfa 1 bölünsün kosinüs kvadrat alfa. Əvvəlcə sizə bunu da deyim şərtdə 1 çıx kosinüs kvadrat alfa nəyimizə lazımdır desəniz, bəzən sinüs kvadratın yerinə nə qoyacağıq? Qoyacağıq 1 minus kosinüs kvadrat alfa. Bu özdə vurğularına ayrılacaq. 1 çıx kosinüs alfa, 1 topla kosinüs alfa. A kvadrat çıx, B kvadrat, A çıx, B, A plus B. Bax, bunlar bizə gördüyünüz kimi haradan hara çıxır? Trigonometrik funksiyalar mövzusuna getdik, müxtəsar düsturlarına. Bunun izahını vermək istəyirəm ki, bunu haradan çıxdı bu düstur? 1 üstə gələk, tangens kvadrat alfa. Tangens sinüs bölünsün kosinüs olduğuna görə, tangens kvadratı da sinüs bölünsün kosinüsün kvadratıdır. Yəni sinüs kvadratı bölünsün kosinüs kvadratı. Ortaq məxrəci gətirsəm, kosinüs kvadratı ortaq məxrəc, kosinüs kvadratı 1-ə vurulacaq, yazılacaq sürətdə. Kosinüs kvadratı topla sinüs kvadratı. Sürətdə sinüs kvadratı topla kosinüs kvadratı bunun düsturudur mu? Yəni 1 elədi, məxrəcdə oldu kosinüs kvadratı. Gördüyünüz kimi 1 üstə ilə tangens kvadrat alfa 1 bölünsün kosinüs kvadrat alfa. Eyni qaydanı ispat edə bilərsinizmi? 1 topla kotangens kvadrat alfa 1 bölünsün sinüs kvadrat alfadır. Beləliklə ispat edə bilərsiniz. Bu 1, 2, 3, 4, 5, 6 dənə eynilik və onlardan çıxan nəticələri əzbərdən bilməyiniz vacibdir. İkinci başlığa aid örnəklər işləyirəm. Bu örnəkləri başa düşsəniz və sərbəst həll edə bilsəniz, ikinci başlıqdan 3 dənə, 5 dənə sualının çıxması normaldır. Deməli, 1 çıx sinüs kvadrat alfa. 1 çıx sinüs kvadrat alfa ilə kosinüs kvadrat alfadır da, düzdürmü? Çünki kosinüs kvadrat alfa üstə gələk sinüs kvadrat alfa nə eləyir? 1 eləyir. Kosinüs kvadrat alfa nəyə bərabərdir? 1 çıx sinüs kvadrat. Sinüs kvadratını sağ tərəfə keçdim də. Deməli, 1 çıx sinüs kvadrat alfanın yerinə kosinüs kvadratı qoya bilərəm. Məxrəc olduğu kimi qalıbdırmı? Bu zaman kvadratla bunun biri gedir. Qalır kosinüs alfa böl sinüs alfa. Bu da nə deməkdir? Kosinüsün sinüsə nisbəti kotangens alfa demək. İkinci sualımız sinüs vurğu
kotancis üstə ilə sin 0 kotancis ifadəsini sadələşdirin. Elə birbaşa sinüs ortaq məxrəci gətirə bilərsiniz. Birbaşa tancislə kotancis istənilən halda sual açılması lazımdır. Sinüs x vurulsun. Tancis x'in açılışı sinüs x vurulsun kosinüs x'dir. Üstəcələk sinüs x vurulsun. Kotancis x'in açılışı kosinüs x bölünsün sinüs x'dir. Gördüğünüz kimi burada bundan bu ixtisar getdi. Bu sinüs x hara vurulur? Əlbəttə sürətə. Sürətdə oldu sinüs kvadratı x böl x kvadratı olma sahəsi. Sinüs x'e vuranda sinüsə vurulur. Yəni x x'e vurulmur. Onun argumentidir. Üstəcələk kəsir gedibdir deyə kosinüs x qaldı. Kosinüs x'in də məxrəcində nə var? 1 var. Necə ortaq məxrəcə gətirərlər? Məxrəcə bir-birinə vurular, məxrəcdə yazılar. Kosinüs x məxrəcdə yazıldı. Çarpaz vurulub sürətdə yazılır. Sinüs kvadratı topla kosinüs kvadratı. Sürət düzdürmü? Sinüs kvadratı topla kosinüs kvadratı 1'dir. Cavab da oldu. 1 bölünsün kosinüs x. İspat olundu ki, ifadə sadələşdirdi. Bundan o tərəfə sadələşmir. Üçüncü sualımız tancislə kotancisinin fərqini veribdir. Kubları fərqini soruşur. Açıq əvvəlcə tancis kubu alfa çıx kotancis kubu alfanı A kubu çıx B kubu kimi açıram. A kubu çıx B kubunun açılışı necədir? A çıx B A kvadratı plus AB plus B kvadratı. Yəni bu düstura baxıb açacaqsan. A'nın yerində tancis, B'nin yerində kotancisdir də A çıx B, yəni tancis alfa çıx kotancis alfa vurulsun A kvadratı tancis kvadratı topla tancis alfa vur kotancis alfa topla kotancis kvadratı. Belə sualın uzun görünməyindən qorxmayın. Bu mötərizənin qiymətini zaten bizə veribdimi? 5 veribdi. 5. Bu ifadənin qiymətinin əsas trigonometrik enliklər var. 6 dənə trigonometrik enlik. Oradan qiymətinin 1 olduğunu bilirik. Deməli, tancis kvadrat alfa topla ən axırdakı kotancis kvadrat alfa topla ortadakı ifadənin qiyməti 1'dir. Deməli, biz nə axtardığımızı bildik. Tancis kvadratı topla kotancis kvadratını axtarırıq. Bəs bizə nə verilibdir? Bizə verilibdir tancis alfa çıx kotancis alfa bərabərdir 5 verilibdir. Bunun hər tərəfini kvadratı yüksəltsəm axtardığımı taparım da. Yəni tancis alfa çıx kotancis alfanın kvadratı bərabərdir 25. Bərabərliyin tək-tək kvadratı yüksəltmək olmazsa sol və sağını kvadratı yüksəltir. A çıx B'nin mötərizə kvadratının açılışı necə idi? A kvadratı çıx 2AB topla B kvadratı. O məntiqdən açsaq tancis kvadratı çıx 2 tancis alfa kotancis alfa üstəcələk kotancis kvadrat alfa bərabərdir 25. Yenə xatırlayaq ki, tancis alfa vurulsun kotancis alfanın qiyməti əsas enlikdən 1'dir mi? Onda tancis kvadratı topla ən axırdakı kotancis kvadratı bu mənfi 2 elədi. Sağ tərəf ikisində 25 plus 2 eləyəcəkmi? Yəni 27 eləyəcək. Yəni tancis kvadratı topla kotancis kvadratı ifadəsinin qiymətini 27 tapdıq. 5 vurulsun 27 plus 1. 5 vurulsun 28. 40, 10, 14. Yəni cavabımız oldu 140. Tancis alfa açıq kotancis alfa bərabərdir 5. Bərabərin sol və sağını kuba yüksəldikdə eləyə bilərsiniz. Kosinüs kubu alfa çıx sinüs kubu alfa. Yenə sürəti müxtəlifə düsturuna kimi açıram. Yəni sürət bu düsturun açılışıdır. Kosinüs kubu alfa çıx sinüs kubu alfa. Kosinüs alfa minus sinüs alfa vurulsun kosinüs kvadratı alfa topla kosinüs alfa sinüs alfa topla sinüs kvadratı alfa bölünsün kosinüs alfa çıx sinüs alfa. Bundan bu ixtisar getdi. Bu ifadənin sonra davamını yazarım. Deməli, nə qaldı əlimizə? Kosinüs kvadratı topla sinüs kvadratı aralarında biriləri olsa da
Kosinüs kvadratı topla sinüs kvadratının aralarında birileri olsa da onların qiymətləri, ürəkləri 1-dir. Kvadratları cəmi 1-dir. Topla, bu qalmışdı ortada. Kosinüs alfa vur sinüs alfa. Sualın davamında nə var idi? Minus sinüs alfa vurulsun kosinüs alfa. Bunlar bir-birinin islahı, bir mənfi, bir müsbətdir. O da qiymət 1 edər. Sonra 5 nömrəli sualda əlbəttə tangens görsəniz, tangens açın ki, kosinüslər ixtisar getsin. 5 çıxılsın sinüs kvadratı üstə gələr. Tangens kvadratı, tangens sinüs bölünsün kosinüsdürsə, tangens kvadratı da sinüs kvadratı böl kosinüs kvadratıdır. Vur kosinüs kvadratı. Kosinüs kvadratlar getdi. Qaldı əlimizdə 5 çıxılsın sinüs kvadrat alfa toplansın sinüs kvadrat alfa. Bunlar da bir-birini islah elədi. Cavab oldu 5. Trigonometrik funksiyalardan biri verilərsə, qalan hamısını üçbucaq metodundan tapmaq olar. Yəni tangens alfa verilibsə 2-də 1. Tangens alfa qarşıdakı katetin bitişik katetə nisbətidir. Qarşıdakı katetə 1 yazacağım, bitişik katetə 2 yazacağım. Tangens alfa qarşıdakı katetin bitişik katetə nisbətidir. Pifaqor teoremindən bura kökdə 5 tapılacaqmı? İndi şagirdlər aparıb birbaşa yerinə qoya da bilərsiniz. Amma istəyirəm ki, buradan orta vuruq çıxdığını görərsinizmi? Kosinüs kvadratı çıx, kosinüs 4-dən nə orta vuruq çıxır? Kosinüs, biraz yəni sadələşdirək ki, sonra qoyaq da yerinə. Kosinüs kvadratı orta vuruq çıxanda qalacaq 1 çıxılsın. Kosinüs 4-dən ikisi çıxdı axı. Kosinüs kvadrat alfa. Kosinüs kvadratı alfa vuraq. 1 çıx kosinüs kvadratı alfa nə deməkdir? Sinüs kvadratı alfa deməkdir də. Niyə? Çünki sinüs kvadratı topla kosinüs kvadratı bərabər deyil 1-ə. Kosinüs kvadratının sağ tərəfində sinüs kvadratı bərabərdir 1 minus kosinüs kvadratı. Yaxud da 1 minus kosinüs kvadratı bərabərdir sinüs kvadratı. Deməli, bizə sinüs alfa lazım olacaq. Qarşıdakı katetin hipotenuza nisbəti 1-in kökdə 5-ə. Deməli, bizə kosinüs alfa lazım olacaq. Bitişik katetin hipotenuza nisbəti, yəni 2-nin kökdə 5-ə. Aparıb yerinə qoyanda kvadratı deyə kvadratlarını qoyacağım. Kosinüs kvadratı, yəni 2 böl kökdə 5-in kvadratı. Sinüs kvadratı, yəni 1 böl kökdə 5-in kvadratı. Bu eləcək 4 bölünsün 5. Bu eləcək 1 bölünsün 5. Cavab eləyəcək 25-də 4. Görsəniz, belə cavab yoxdur. 0-dan %16 yaza bilərsiniz. Sinüslə kosinüsün cəmin gördünüz, fərqini gördünüz, kvadrata yüksəldin. Çiğnənmiş sual tipi də dəfələrlə qabağınıza çıxacaqdır. Sinüslə kosinüsün cəmin gördünüz, fərqini gördünüz, kvadrata yüksəldin. Bərabərdir 9-a 1-ə. Bərabərliyin soluna və sağına tək-tək kvadrata yüksəlmək olmaz. Bərabərlik doğru çıxmaz. Yəni, ona görə tək-tək kvadrata yüksəlmək, yəni sinüs kvadrat topla kosinüs kvadrat bərabər 9-a 1 elə uşaqlar var, elə yazırlar. Ona görə olmaz ki, 3 topla 4 neçə eləyir? 7. İndi tək-tək kvadrata yüksəldin, cəm 49 eləmir. Birincinin kvadratı çıx, birinci ilə ikincinin hasilinin 2 misli üstə gələk ikincinin kvadratı. Bərabərdir 9-da 1. Necə demişdik? Sinüslə kosinüsün kvadratlarının arasında biriləri olsa da onların könülləri 1-dir. Yəni sinüs kvadratı kosinüs kvadratı hər zaman 1-dir. Çıx 2 sinüs alfa vurulsun kosinüs alfa. Bərabərdir 9-da 1. Hətta sizə maraqlı gələrsə belə yazın. Sinüs alfa vuraq kosinüs alfanı axtarmırıq. O da buradadır. Onda buna x desək, axtardığımız şeyə x desək, bu da x olacaqmı? 1 çıx 2 dənə x. Bərabərdir 9-da 1. Oldu tənlik. Mənfi 2x bərabərdir 9-da 1-dən 1 çıxacaq. Hər tərəfi mənfi 2-yə bölündə cavabımız olacaq 9-da 4. Sinüslə kosinüsün cəmin gördüm, fərqini gördüm, kvadrata yüksəldi. Sinüslə kosinüsün cəmin soruşur, fərqini soruşur, yenə kvadrata yüksəldi. Bəli. Deməli, bunu soruşur da, bərabərdir t deyək. Kvadrata yüksəldək ki, biz sinüs kvadrat topla kosinüs kvadratı əldə eləyək, onların yerinə 1 qoyaq.
Biz t kvadratını tapacağıq. Amma biz nəticədə t-ni götürəcəyik də cavab. T kvadratı bərabərdir 25 alsaq, deməli t 5 imiş. T kvadratı bərabərdir 6 alsaq, deməli t kökdə 6 imiş. Bərabərlik sual vəsaitini kvadrata yüksəldirəm. 2-nin kvadratı 4 vurulsun sinüs kvadratı üstə gələk 2 sinüs alfa kosinüs alfa üstə gələk kosinüs kvadratı bərabərdir t kvadratı. Düzdür? Sinüslə kvadratına kosinüs kvadratının aralarında birləri olsa da onların könülləri birdir. Sinüs kvadratı topla kosinüs kvadratı birdir. Topla. Bax bu sinüs alfa və kosinüs alfanı bizə şərtdə veribdir də. Bunu yerinə qoyum, 3'də 1 qoyum mu? 2 vurulsun 3'də 1, 3'də 2 eləyəcək də. 1'in üstünə 3'də 2 gələndə nə eləyəcəkdir? 3'də 5 eləyəcəkmi? T kvadratı bərabərdir nə aldıq? 4'ü vuracam 3'də 5 eləyəcəkmi? 3'də 20. Buradan t bərabərdir 2 kökdə 5 bölünsün 3. Yəni 20'ni 4 bölü 5 kimi yazsam 2 kökdə 5. Yəni cavab B-də qalacaqdır. P parametrinin hansı qiymətində sinüs və kosinüs alfa bu kvadrat tənliyinin kökləridir. Baxın şagirdlər, sual deməli trigonometrik funksiya üzərində qurulubdur. Yəni onun sinifi əhatə eləyir. Amma biz istifadə edəcəyik hansı bilgilərdən? 8-ci sinif Viet teoremi bilgisindən. Əvvəlcə verilmiş kvadrat tənliyin hər bir həddini baş əmsala bölsək, çevrilmiş kvadrat tənliyi əldə edərik. X kvadratı P bölü 8x çıx 3 bölü 8. Və bu tənliyin kökləri cəmi ikinci əmsalın əksinə bu tənliyin kökləri hasili sərbəst həddə bərabərdir. Tənliyin kökləri olar. Sinüslə kosinüs tənliyin kökləri olacaqsa, x1 topla x2 deyəndə əslində sinüs alfa topla kosinüs alfa da yaza bilərik. Axı sinüs alfa, kosinüs alfa tənliyin kökləri deyir. x1 vuraq x2 deyəndə sinüs alfa vur kosinüs alfa yaza bilərik. Sinüs alfa ilə kosinüs alfa tənliyin kökləridir. Bayaq nə demişdim? Sinüslə kosinüsün cəmini gördün, fərqini gördün, kvadrata yüksəldi. Sinüs alfa üstə gələk kosinüs alfanın kvadratı bərabərdir P kvadratı böl 64. Yenə açırıq sinüs kvadrat alfa topla 2 sinüs alfa kosinüs alfa topla kosinüs kvadrat alfa bərabərdir P kvadratı böl 64. Sinüs kvadratı ilə kosinüs kvadratının aralarında birlər olsa da onların könülləri birdir, kvadratları cəmi birdir. Üstə gələk sinüs alfa vurulsun kosinüs alfanın yerinə mənfi 8'də 3 qoya bilərəm. 2 vurulsun mənfi 8'də 3 bərabərdir P kvadratı böl 64. 2'nin 8 yıxsa gedər, mənfi 4'də 3 qalar. 1 çıx 4'də 3 nə eləyər? 4'də 1 eləyər. Bərabərdir P kvadratı böl 64. Çarpaz vursaq 4P kvadratı bərabərdir 64'dən P kvadratı bərabərdir 16. P'nin müsbət qiymətini soruşur deyə plus minus da yazmıram. Cavab 4'dür. Bu sualı eləməyin bir neçə metodu var. Bir metodu üçbucaq qaydasıdır. Bir metodu tangens alfa əldə eləmək üçün tangens alfa sinüs alfa bölünsün kosinüs alfadaq. Sırf bunu əldə eləmək üçün hər bir həddi nəyə bölüm? Kosinüs alfaya bölüm. Sinüs bölünsün kosinüsün yerinə tangens qoya bilim deyə. Bu 4 dənə hədd var. Bu 4 dənə həddin hər birini kosinüs alfaya bölək. Bu birinci üsulumuz olsun. 2 sinüs alfa bölünsün kosinüs alfa üstə gələk 5 kosinüs alfa bölünsün kosinüs alfa nə eləyəcək? 1 eləyəcək. Aşağıdakı kosinüs alfanı da kosinüs alfaya bölürəm. Yəni hər bir həddi kosinüs alfaya böləndə kəsirin qiyməti dəyişmir. Bunlar ixtisar getdi. 2 sinüs alfa bölünsün kosinüs alfa 2 tangens alfa
topla 5. Məxrəcə də 1 çıxaq. Sinüs alfa bölünsün kosinüs alfanın yerinə nə qoyuram? Tangens alfa. Tangensin qiyməti də -5-dir. 2 vıraq -5. -10 topla 5. 1 çıxaq -5, yəni topla 5. Yəni nəticə etibarilə cavabımız surətdə -5, məxrəcdə 6 alındı. İkinci üsulumuz bəlkə xoşunuza gələr. Sinüs alfa bölünsün kosinüs alfa -5-i də kəsr kimi necə yazaram? -5-in 1-ə nisbəti və k-laşdırma metodundan istifadə edək. Sinüs alfa qabağındakı, yəni xatırlayırsınızmı? A bölünsün B bərabər 3 bölünsün 4-də A 3K, B 4K nisbətdən asılı mövzusundan. O zaman sinüs alfa bərabərdir -5K, kosinüs alfa bərabərdir 1K. Aydındır. Mənfini məxrəcdə yaza bilərsən, sürətə də fərqi yoxdur. İkisindən birinə yazmalısın. Aparıb yerinə qoyaq. Yenə təbii ki, sualda yerinə qoyacağım. Olacaq 2 vurulsun sinüs alfa, yəni -5K. Topla 5 vurulsun kosinüs alfanın yerinə K qoyuram. K çıxaq, sinüs alfanın yerinə qoydum. -5K. Məxrəc elədi K topla 5K. Sürət elədi -10K topla 5K. Toplayanda sürət -5K, məxrəc 6K, K'lar ixtisar getdi. -5 bölünsün 6 da doğru cavab. Bu da məncə asan metoddur, k-laşdırma metodu. Tangesini, kotangesini nə zaman versə, k-laşdırıb aparıb yerinə qoya bilərsiniz. Hətta istəyirəm ki, növbəti sualı da belə eləyəm. Deməli, şagirdlər tangens alfa verilibdir. İndi bunu birinci metodla eləyəsi olsaq, sinüs alfa bölünsün kosinüs alfa nəyə bərabərdir? 2-yə bərabərdir. Sinüs bölünsün kosinüs, yəni məxrəcdəkinə bölürdük də. Bu da kubda deyə ən böyük dərəcəyə böləcəyik. Hər bir həddə kosinüs kubuna böləcəyik. Hər bir həddə kosinüs kubuna böl. Tamam. Kosinüs kubuna böləcəyik, bölək. Kosinüs kubunu kosinüs kubuna böləndə 1 qalacaq. Sinüs kubunu kosinüs kubuna böləndə elə tangens kubu yazacağım da yerinə. Üstə gələk, məxrəcdə 3 vuraq. Yenə sinüs kubunu kosinüs kubuna böləndə tangens kubu qalacaqdır. Çıxaq. Bax, bu ifadəni kosinüs kubuna böləndə var ha. Kosinüslə bunun birini gedir, kvadrat qalacaqmı? Sinüs kvadratı böl kosinüs kvadratı da tangens kvadratı eləyəcək. Tangesini yerinə 2 qoysaq, 1 topla 2-nin kubu, 3 vurulsun 2-nin kubu 8, çıx 2-nin kvadratı 4. Tangeslərin yerinə 2 qoydum. Sürət 9 elədi, 24 çıx 4, məxrəc 20 elədi. Bu birinci üsulumuz. İkinci üsulumuz kim xoşlayırsa o üsula baxsın. İkinci üsulumuz necə idi? Tangens alfanın açılışı necə idi? Sinüs alfa bölünsün kosinüs alfa. 2-nin də kəsr kimi, mütləq kəsr kimi yazmalısınız. 2-nin 1-ə nisbəti. 4-ün 2-yə də yaza bilərsiniz. 6-nın 3-ə də yaza bilərsiniz. Hamısında eyni cavab alınacaq. Sürət sürətə, məxrəc məxrəcə. Aparıb sinüsün yerinə 2K, kosinüsün yerinə 1K qoya bilərsiniz. Tutaq ki, 4-də 3 verilsə, sinüsün yerinə 3K, kosinüsün yerinə 4K qoyacaqsınız. Aydındır. Bıraq yerinə qoyaq. Kosinüs kubu. Hadi yerinə qoyuram şagirdlər, bax burada. Diqqətli olun. Kosinüs kubu, yəni K kubu. Üstə gələk sinüs kubu, yəni 8K kubu. Niyə? 2K'nın kubu 8K kubu eləyəcəkdir. 3 vurulsun sinüs kubu, yəni 8K kubu. Çıx sinüs kvadratı, 2K'nın kvadratı 4K kvadratı. Vur kosinüs, yəni K. Yəni sürət elədi K kubu topla 8K kubu 9K kubu. Məxrəc elədi 24K kubu. Çıx 4K kubu. K kvadratını K-ya vuranda K kubu eləyərmi? Məxrəcdə 20K kubu qaldı. Sürətdə 9K kubu. K kubular ixtisar getdi. 9 bölünsün 20. Kotangens alfa. Bu da hemen tip sualdandır. Bunun birbaşa ikinci sundan işləyirəm. Kotangens alfa kosinüs alfa bölünsün sinüs alfadır.
O da 2'nin 1'ə nisbətidir. Kosinüs alfanın yerinə 2k, sinüs alfanın yerinə 1k qoyuram. Aparıb yerinə qoyuram soruşduğu sualda. 2 vurulsun sinus, yəni k, topla kosinus, yəni 2k. 8 vurulsun sinus, yəni k, çıx kosinus, yəni 2k. Yəni məxrəcə 8k çıx 2k, məxrəcə 6k, 2k topla 2k, sürət oldu 4k. K'lar ixtisar getdi, cavabımız oldu 3'də 2. Demək şagirdlər, bura qədər bilgilər əsasında siz test toplusu trigonometrik funksiya mövzusunun 1-ci və 2-ci başlığını eləyə bilərsiniz. Növbəti videoda isə mövzunun izahının davamını verəcəm. Hələlik özünüzə yaxşı baxın, sağ olun.